Bu yaxınlarda Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyatın görüntülərinə baxdıq. Gördüm ki, 2000-2005 təvəllüdlü uşaqlar, onlar bir terror aksiyası törədiblər, törətməyə cəhd eləyiblər bir səfirliyin yanında. Çox güman ki, o səfirlik də İsrail səfirliyidir. Və baxıram onların söhbətlərinə, yazışmalarına, axı deyir, bilirsən deyir, bu necə bir hissdir deyir. Axı Subhanallah, inşallah kaş ki burada olardan axı deyir. Yəni bu uşaqların bu romantikası hardan qaynaqlanır? Videolardan, kinolardan, videolardan, onların öz Siz məsələn özünüzü bu məsələlərdə xahiş edirəm, sualımı səmimi qəbul edin. Günahkar bilirsiniz ki, yəni bəlkə o uşaqları siz tərbiyə eləməliydiniz, amma bacarmamısınız. Yox, bilirsiniz, yox, günahkar bilmirəm nə üçün. Günahkar bilmirəm. Burada bir nəfərə aid eləmək olmaz ki, təqsirlandırmaq. Bu proses ümumiyyətlə hamılıqla edilməlidir. Ən birinci də evdə. Ən birinci də evdən başlayır. Amma uşaqlar yəqin ki, evdəkilərin sözünə qulaq asmırlar. Ən birinci evdə. Çünki ola bilsin valideynlər də təqsirkardır bu işdə. Məsələn, adi bir misalda, ola bilsin valideynin elmi yoxdur, elmi savadı, bu məsələləri bilmir. Lakin valideyn maraqlanmalıdır. Mənim məsələn, uşağım kimlə oturur? Kimlə durur? Kimdən oturub durur? Mənim uşağım telefon alıb vermişəm ona. Hansı qruplardadır? Mənim uşağımla oturub danışım. Mənim uşağım görürəm ki, bu cəhətdən savadlıdır. Mən bu cəhəti öyrənim.